Yeni bir günden herkese günaydın. Pineklemeye karar vermişim. Yani hiç eləməyə xodum yoxdur. Hava bərbaddır. Evin qaranlığından zaten belli olur. Əslində saat 10'du amma ev qapqaranlıqdır. Pijamamı belə dəyişməmişəm. Heç axodum yoxdur heç nəyə. Oturmuşam divanda. Bura bir dənə ədyal. Bütün haqq hesablar burada. Mən lazım olanlar. Uşaqlarım önümdə. Bunları da getirmişəm bura. Bu alanı özümə zəbt eləmişəm. Səhər durub bir sütlü kahve içdim. Filtre kahve eləmişdim. Keçən dediyim nə vaxt idi? 2 gün bundan öncə bacımla bir çölə çıxdıq. Filtre kahvenin sütlüsünü heç denəməmişdim. Yalan yoxdur. Yəni sütlü kahve normalde içmişəm, amma filtre kahvenin sütlüsünü denəməmişdim. Çöldə içdim, bəyəndim. Evdə də mən filtre kahve hazırlayıram. Dedim bunun bir sütlüsünü evdə də eləyim, nətər olar. Elədim, pis deyildi, yaxşıydı. Kahvenin dadını bayağı yumşaldır. Eləmək istəyirsiniz, eləyə bilərsiniz kahve sevənlər. Yəni kahveni sütlü sevənlər filtre kahveye süt yaraşırmış. Yəni heç tahmin eləməzdim filtre kahveye süt yaraşar. Bu arada aşırı yorğunam. Çünki yuxusuzam. Yaxşı yatmamışam, çox oyanmışam. Damlanın hafif bir öksürüğü var. Bir öskürür yani. Niye tam olarak öskürür onu da anlamış değilim. İndi yemek vereceğim bunları, ondan sonra özüm yemek yiyeceğim. Bu geçen sefer hazırladım ya, börek kimi oldu hani evde olan malzemelerle. Onu çok beğendim. Eyni ondan yeni eləməyi düşünürəm. Ay can. Neyse ben bunlara yemek veririm. Yeni dönüş yapacağım size. Neyse burada pinəkləyirik. Üçümüz bir yerde. Belə deyim sizə. Can. Onlara yemek verim. Ya hayatı da güzel duygusu. Bu hanım kız dünəndən hafif öskürür. İnşallah xəstə olmaz. Çox qorxuram xəstə olmayından. Tek duam bu yöndədir. Allah sənə qurban olum, xəstə olmasın. Bir daha xəstəxana sürəci yaşamaq istəmirəm. Yani zaten çok yorucu bir yolculuktan gəlirik. Təzə daha qovuşmuşuq bir-birimizə. Çünkü bebekler de bu boyda olanda xəstələnmək çox təhlükəlidir. Hələ ki pürüm ötürədir. Qız başı soxdu. Biraz qaldı tabi. Can. Yemək verdim ikisinə də. Onun qazını çıxardım, bu yedi. İndi bunun qazını çıxardıram. Heç normal durmur. Duruşa bax. Allah aşkına duruşa bax. Bu. Nədir bu? Bu paltarları şeyden almışam. Temu'dan. Materiallarına bayılmadım. Yani mesela dənizin əyindəki material daha yaxşıdır. Onu örtmüşəm indi. Açıb göstərmək istəmirəm. Birazdan açanda göstərim. O material bir tık daha yaxşıdır. Amma bunlar belə sentetik kimidir. Çox şeydilər. Qəşəng deyirlər. Sadəcə görüntü olaraq çox qəşəngdilər. Yəni tavsiyə olunacaq bir şey deyil. Belə deyim. Almışam da geyindirirəm, çöp atasa halım yoxdur. Bir dənə də şey var ki, əyninə bunlardan başqa əyinlərinə heç nə olmur. Bir var. Bunlar da əslində böyük qalır da əyinlərinə. Yine o birlərə görə bunlar daha yaxşıdır. Nə oldu kızım? Çox balacadılar bu arada. Əlimi qoyum üstünə. Yəni mənim əlim vücuduma görə çox balacadır. Yəni əlim çox komik. İndi ekranda böyük görsənir də, amma yəni bədənimə görə əlim çox balacadır. Yəni mənim əlimə görə hələ də balacadılar. Minicik. Minik bir kuşdular bunlar. Hadi aşkım. Ay. Hələ də qoltuqda pinəkləyirik. Sizi mən gözləyən şeyi göstərim. O ütü, uşağın paltarları. Dünən axşamdan düşürtmüşəm aşağı ütüləyəcəyəm deyə. Amma hələ ütüləməmişəm. Bugün inşallah ütüləyərəm amma. Axşama nə yemək bişirəcəm? Heç bir fikrim yoxdur. Yemək pişirməyə axudum da yoxdur. Yəqin birazdan olar o axud. Yuxum gəlir ya. Yuxum. Gecə yuxum çox bölünür. Ona görə bu qədər gecə yuxum gəlir. Yani toplasan yatıram, yani yatmıram değil. Dünən saat 1 idi yerimizə girdik. 3'ün yarısıydı. Yox, 1 idi yerimizə girdik. 2'də normalda durmalıydıq bunlara yemek vermeye, ama 2'nin yarısı oyandılar, ağladılar. Durdum, yemek verdim. Yani yatmadım demək olar. Bir 15 dəqiqə yuxu aparmışdım məni. Sonra bunlara yemek vermeye falan bir çəkdi yenə 3'ə qədər. Ondan sonra yattım. Saat 5'in yarısı tekrar ağladılar. Tekrar ayıldım. Sonra Ramin durguzdum. Çünkü 5'te genelde Ramin bunlara yemek verir.
Yəni növbə ilə baxırıq. O elə bil duranda 5-də mən də süd sağıram. Bunlara yemək verir, mən də süd sağıram. İkisini bir arada çıxarmış oluruq. Bir saatda elə vaxt gedir. Sonra təzədən yatdım. Sonra saat neçə idi? 7 idi. 7 idi bir daha oyandım. Yəni yuxum çox bölündüyü üçün, aşırı bölündüyü üçün yuxumu almış olmuram. Bu arada axırıncı dəfə çəkildiyimdə 72 kiloydum. İnşallah yavaş-yavaş kilo verməyi düşünürəm. Amma hələ ki o kafada olmadığım üçün başlamıram. Başlayıb yarımçıq saxlayıb özümü motivasiyadan düşürməyi də istəmirəm. Çünki başlasam Allahın izni ilə idmanla zadla hər şeylə bir yerdə başlamaq istəyirəm. Amma tam o kafada deyiləm. Arada bir 2 gündür düşünürəm. Hani yeni ilin başlaması ilə acaba bir məndə diyete mi başlasam falan, bir vücudu toparlasaq. Bu arada mən almışdım 69 kiloyla 69 idi. 69 kiloyla hamilə qalmışdım. Nədir kızım? 69 gün hamilə qaldım. Deməli 81 kilo. 12 kilo almışdım da toplamda. Yox 13. 82 kiloyla doğuma getdim. Yəni normalda davam eləyərdim də almaya, erkən doğum olduğuna görə 12 kiloyla hamiləliyi bitirmiş oldum. Evə gəldim, evə gələndə 76 kiloydum. Yəni 82, 7 kiloya getdim. Yox, 7 yox, 6 kilo. Ay bu aralar beyin gedib, matematik gedib, heç nə yoxdur, heç nə hesablayamıram. Neysə. 6 kilo getmişdi, 76 kiloydum. Sonra 72 kiloya düşdüm. Heç nə eləmədən düşdüm bu arada. Öz-özünə 72 kiloya düşdüm. Ən son 72 kiloydum. Uzun müddətdir kilomu çəkmirəm. Çünki bayağı yemək yeyirəm. Yəni yeməyimə heç diqqət eləmirəm. Yeməyimə diqqət eləmirəm deyəndə əslində çox yemək yemirəm. Amma aşırı çayla abur-cubur dediyim yəni sürekli bir şokoladdır, bir peçenidir, bir şeydi. Yəni yediyim üçün çayla böyük ihtimalla o mənə yəni ya kilo vermirəm ya da kilo almış ola bilərəm. Bir də çörək yeməyimə heç diqqət eləmirəm. Necə gəldi çörək, ürəyim istədiyi qədər yeyirəm. Amma bu arada bəzən yemək yemədiyim vaxtlar da olur. Məsələn, saat 12 işləyir. Mən hələ yemək yeməmişəm. İndicə yemək yeyəcəyəm. Genelde elə kahvaltımı bu vaxtlar yapıram. Gündə 2 dəfə yemək yeyirəm. Mənim sadəcə kilo aldıran şey olsa çayla çox içdiyim abur-cuburlar olar. Abur-cubur dediyim sadəcə çayla içdiyim tatlı, şirin olan şeylərdən danışıram. Çipsidir, mipsidir belə şeylər yemirəm. Sonra kola falan içmirəm. Zaten mənim qazlı içəcəklərlə heç vaxt aram olmayıb. Sevmirəm də, içən də deyiləm. Ona görə yəni qazlı içəcəklər içmirəm. Deyim ki, onlar da var, onlar da kəsərəm falan filan, yox. Maksimum eləsəm diyetaya başlasam, diyetaya başlamaq deyil. Əslində sağlam bəslənmək istəyirəm ki, sütümün də kalitəsini artırar. Yəni yaxşı qidalanmam lazımdır. Qidalanmama heç diqqət eləmirəm, yəni necə gəldi bəslənirəm. Amma heç olmasa oradan yumurta ilə zeytun belə bunları yeyərək oradan biraz yırtmış oluram. Bir də ev yeməyi yeyirəm. Mən fast food falan zakaz eləyim, yeyim. O kafada olan bir insan deyiləm. Yəni imkan olsa yeyərəm, yeyərdim falan, yox. Yəni imkanla bir əlaqəsi yoxdur. Olsa da o qədər mən fast food düşkünü biri deyiləm. Yəni çöldən məsələn arada bir deyirsən ki, tənbəl eləyirəm, deyirəm açım bir şey zakaz eləyim internetdən, elə yeyim. Açıb baxıb kapatıp qalxıb ayağa bir şey hazırlayıb onu yeyirəm. Yəni qiymət etkiləmir. Sadəcə çöldəki yeməklər o qədər düşkün biri deyiləm. Fast fooda düşkün biri deyiləm. Dönər heç sevmirəm. Azərbaycan dönəri olsa bəlkə yeyərəm də, buranın dönərini heç sevmirəm, çox qurudur. Yəni heç bizim dönərin əlaqəsi yoxdur. Qurban quzu kəsərəm bizim dönərə, yəni çox bizim dönərin ləzzəti bir başqadır. Hazırlaması, sosu, mayonezi falan aşırı fərqlidir. Bunlarda bildiyin içinə sadəcə ət qoyurlar. Bəzi yerlərdə biraz göyərtə ekləyirlər, o qədər bitdi yəni. Yəni dönərləri çox qurudur, sevmirəm. Arada bir çöldə yesəm şey yeyərəm. İskəndər yeyərəm. Ona da bayılmıram da, hani yenə də sosludur ya İskəndər. O barədə yenə də pis deyil.
Quru dönər vəbşə yemirəm. Başqa nədir kızım? Gücənir balım. Nəysə belə. Durum özümə yemək hazırlayım, yemək yeyim. Hafifdən bir aclıq hiss eləyirəm. Yeməyimi hazırladım, gömdüm demək olar. Bu qədər qalıb. Yəni öyləsini kəşf elədiyim şeyi necə sevdim mən. Çox bəyəndim. Keçən səfər şeydən qaldığına görə Kərimin börək içindən qaldı. İçində biber var elə. İçinə biber qoymayı unuttum. Biber qoyanda daha da qəşəng olur. Biberin dadını çox sevirəm. Neyse yemeğimi yiyirəm, çayımı içim. Bu arada biraz ayılmamışam deyil. Gecə uşaqların patılları gözümə durub. Onlarla buradan baxışırıq. Ben baxıram, onlar baxır mənə. Ütüləyəcəm amma. Bugün tülü bir qışdıram qalıb tozlanmasın. Bu arada görürsünüz nə tər sürür balam. Kıyamamış ana. O yüzden Dəniz maşallah daha belə iri kəmikli uşaqdır. Ya böyük değil bu arada. Heç ikisi de eyni demək olar eyni kiloda, eyni boydadılar. Amma Dəniz daha belə yapılı uşaqdır. Damla daha nejni uşaqdır. Belə daha ince uşaqdır. Ay ölüm, neynir adamla bir ağrıyır. Kıyamam canım. Şu anlıq qızdırması da yok çok şükür. Zaten kızdırma olsa mən evdə müdaxilə edəmərəm. Direkt xəstəxanaya aparmalıyam. Bunu mənə yoğun bakım hemşiresi demişti. Orada analara eğitim veren hemşire. O demişti ki eğer böyle bir şey olsa ne gülürsən Naş? Eğer böyle bir şey olsa mütləq xəstəxanaya gətirtirin. Evdə müdaxilə etməyə çalışmayın, gecikdirməyin. Çünkü bunlar tez doğulduqlarına göre bunlar üçün təhlükəlidir. Ona göre sürekli yani gözüm üstündədir. Qızdırmasını da tez-tez ölçürəm. Yani o hafif öksürükten başka bir şey yoktu hələlik. Ay inşallah heç nə olmaz. Keçib gedər bu da. Bütün şeyim odur. Dualarım odur. Siz de dua edin. Xəstəlik də olmasın. Allah eləməsin. Yemək axşama neyniyim? Hamınızın belə dərdi var da hə? Yemək axşama neyniyim? Problem deyil bu bildiyiniz əməlli başda. Axşama yemək neyniyim? Nəsə eləyəcəyəmsə də buzxanadan indidən çıxartmalıyam. Ay üstümdəki də şeylə nə qəşəng cütdü. Bu arada anamın da fırlatmışam. Haha. Kərimin məzuniyyət şəkli. Yiyərəm səni. Görün nə şirindir. Seni göstərim. Ne var kız? Bakın. Ay. Hala bunun duruşuna bir dənə belə şəkil də veriblər. Kəsəbilirsən. Bir də belə də bir dənə mıknatıs veriblər. Hemen getirip buzdolabının üstüne yapışdırdı. Ay. Paltarları indi tüleyeceğim. Birazdan tüleyeceğim. Biraz sonra tüleyeceğim diye. Kaldı saat 11'di. Akşam 11. İnana bilməzsiniz. Akşam yeməyini bu arada bulgar elədim toyuqlu. Onu da niyəsə araya qaynadı. Onu da çəkmədim. Ne bileyim. Bu günüm deyirəm də belə bir değişik keçdi. Neyse paltarlar burada. Uyutu masasını almışam. Kamerayla göster. Uyutu masasını almışam. Balaca olduğu için ayaqları qatlanır. Qəşəng ayaqlarını qatlayıb bir yuxarıda güzgünün böyründə belə görünməyəcək bir yerə qoyuram. Yekələrdən istəmədim. Çünki o evdə ona yeri yoxdur. Ora ütü üçün su qoymuşam özümə. Qızlarıma da yeməğini vermişəm. Onlar da burada yatırlar. Mən də başlayayım ütüyə. Ütü işimi inşallah ütü işimi qutarım. Ondan sonra böyük ihtimalle yataram yaxşı.
Herkese yeni bir günden günaydın. Sabahınız hayır. Gününüz güzel geçsin inşallah. O gözüm çok şey yapacağım. Ha. Gününüz güzel geçsin inşallah. Az önce bir kahve eləmişdim özüme. Filtre kahve soyuyup, işlerimi hallederdim diye soyuyup ona göre onu koydum isinsin. Elə içeyim. Bir filtre kahve içeceğim. Çünkü aşırı yuxum gəlir. Yenə gecə çox az yatmışam. Ondan sonra yavaş-yavaş işlərə başlayacağım. Bu gün işim çoxdur. Çünki müəllim, sabahlarım yeni ildir. Ona görə qabaqcadan hazırlıq eləyirəm. Salat eləyəcəyəm. Staliçin yeni ilin vazgeçilməzi. Mənim üçün yeni il demək staliçin deməkdir. Krem hazırlayacağım çünkü anam Napolyon eləyəcək. Bir də toyuq doğrayacağım. Sabaha çabablıq inşallah Allah'ın izniyle onları həll eləyəcəyəm. Doğradığım toyuğu soslayacağım falan. Atacağım xaldinka sabahlarım inşallah pişiriləcək. Belə bugün yani işim bayağı çoxdur. Həm də bunun arasında uşaqların yeməyi də falandır, odur budur uğraşacağım da biraz. Bacardığım qədər sizlə bərabər eləyəcəyik. Bəzi yerlərdə çəkimlər unuda bilərəm. Bu da gayet normaldır. Çünkü kameranı ayarla falan filan derken başka bir işi görmüş bitirmiş olabilirim bəzən. Sonra bayaqlar gördünüz kartuşkanı çıxartdım kastorkadan. Niyə hamısını söndürmədin altını deyə bilərsiniz. Çünkü kartuşkaların bəziləri böyük olduqları üçün az bişiblər. Balacalar da tez bişiblər. Balacaları götürdüm ki onlar təmiz açılmasınlar. Böyüklər bişməyə davam eləsin. Belə. İndi yavaş-yavaş işlərə başlayaq, amma başlamadan öncə böyük ihtimalle uşaqlara yemək verəcəm, çünki onların yemək vaxtıdır. Onlara yemək verəndən sonra başlayaram davam eləməyə. Salatı doğramadan öncə toyuğu doğramağı, bir də kremi hazırlamağı düşünürəm. Bu ikisini aradan çıxardım, sonra salatı da oturum rahat-rahat doğrayım. Belə bir planım var. İnşallah görək. Plan bu cürlədir, bu cüradır. Plan belədir, amma nə qədərini həyata keçər, nə qədər keçməz, nə qədər yaxşı olar, pis olar, orasını bilmirəm. Neysə, bu qədər. Qaynadı çay. Çayı dəmləyim həmən hızlıca. Başını doldurum, təzdən qoyub qaynamağa. Burada kahvem besindir. Toşqalarıma baxacağım. Bunlar davam eləsin bişməyə. Mən də gedim kahvemi içeyim. Bir də istəyirəm uşaqlara yemək verim, biraz yemək də atışdırmalıyam. Amma dəqiq bilmirəm, bəlkə atışdırmadım. Hələ tam ürəyim yemək istəyimlə istəməmək arasında bir şeydir.
Toyuğumu hazırladım. Belə sosladım qəşəngcə. İndi bunun üstünü stresləyəcəyəm. Xaldenika qoyacağam. Burada da sümüklər var. Toyuğun sümüklü hissələri. Onları da poşetləyib buzxanaya qoyacağam. İndi bilmirəm. Bir şeylerde kullanırım bunları. Ha? Kadarlar. Ha. Salatın malzemeleri hazır. Kremim hazır ve toyuğumu da hazırladım koydum xaladelnikə. İndi gedirəm bebeşlərimi yedizdirməyə. Onları yedizdirim, ondan sonra keçəcəm salatı doğramağa Allahın izniyle.
Sizə dağınıqlığı göstərim. Göy yığışdırmışdım mən buranı. Nəysə, yenə yığışdıracağam. Salata kəsməyimi çəkmədim sizə, sıxıcı olmasın deyə. Zaten neçə dəfə belə videolarım da var, sadəcə salata doğrayarkən. Buraları toparlayacağam. Salatam hazırdır. Bunu qablara yerləşdirəcəm. Elə xaladenka qoyacağam, çünki belə qoymayacağam qaba. Başqa nə edəcəyəm? Başqa bir şey eləmərəm böyük ehtimalla. Gedib uşaqları yenə yedizdirmə vaxtıdır. Uşaqları yedizdirərəm. O qədər. Bir çay zad içərəm. Çox yorğunam. Yemək yeməmişəm. Acından ölürəm. Yəni uşaqla iş görmək çox çətindir. Bunu deyim sizə. Hələ o uşaq 2 dənəsə başı çətindir. Çünki həm onları yedizdirmə vaxtı gəlir. Yəni sən onları yedizdirib qazın çıxardıb altını təmizləyib yerlərinə yatızdırıb təzədən iş görənə qədər yenə təzədən eyni döngəyə girmiş olursan. Yəni bir dənə uşaqla elə olmur da, yenə vaxtın qalır. İkinci uşağa keçdiyinə görə birinci uşağın vaxtı çatır, belə deyim sizə. Nəysə, buna da şükür. Sağlıqlar tək yerində olsun, başqa işini istəmirəm. Buraları toplayım. Toplayandan sonra gedək yemək yeyək. Dünən bulgur eləmişdim, ondan var, yeməyim var, rahatam yəni. Bir dənə birazdan yanına salat qoyaram, salat yeyərik. Bu günlük işim gücüm bu qədər. Hər kəsə yeni ilin axşamından salamlar. Hazırlıq eləyirik. Burada şəkillər çəkilir, pozlar verilir yolkanın qabağında. Az öncə uşaqları çəkdik. İşığı gətirmişəm aşağı. Buralar dağınıqdır. İndi buraları toparlayacağıq. Ramin kebab elədi. Oralarda dağınıqdır. Fikir verməyin dağınıqlığa. Ramin kebab elədi. Anam burada göyərtiləri hazırlayıb. Burada ən sevdiyimiz soğanla cəfəri var birlikdə. Yeni ilin vazgeçilməzi stoliçni salat. Bunsuz olmaz. Burada da Napolyon var. Mən də belə bəzəndim. Tuş vurmağı unutmuşam. İndi gəlib yuxarı tuş vuracağam kipriyimə. Və şəkil çəkdirərik. Aycuna saçımı fenlətdirəcəkdim, amma tənbəllik eləyirəm. Şu an tənbəllik eləyirəm. Saçımı belə qoyum. Ala, hadi bakalım. Açın bakayım. Ben almadım ki. Ne aldı? Sağ ol. Sağlık da işte. Bakayım çantana. Bak. Hani pompon dolu. Alma. Hele o sal böyle ve şekil çektir. Sal. O ağzı ve bu tuşlarını silmek için Yani. var. O da şeydi. Azra. Sal çantanı. Anla sen. Bu da burada Fotonu takma çeksin. içinde. Bilirim verirsin sana. Gene ne düzeltsin ki? Onu düzelt de Melisa. Onu düzelt olsun. Ben, Düz sal, düz sal. dur. Ablasına yapsın. Tamam doğru öyle taksan büyütme hiç. Böyle aslında. Tamam böyle iyi Melisa. Boyu için iyi böyle. Geçir. Kapalı geçir. Düz- Dur kız, düz yavaş. sal. Net iyi böyle. Peki. Vay. Bir de kalın da şeklini çeksin. Çok güzel oldu Azra. İstersen ne istersen koy. Sana parfüm de alırım, parfüm de koyarsın. Tamam mı? Elim var. Öğrenirsen aşkım bir şey olmaz. Melisa sana bol bol boyamalar. Her şükür aldınız. Memçiler çalır. Hazırız. Yapma. Özellikle. Beğendin mi Azra? Evet. Nana sağ ol. Sağlıkla işledin. Ben bir şeyler uydurmaya çalışır da uyduramam. Azra bir fotoğrafını çekeyim. Poz ver. Sana. Melisa. Ne hediye verirsin? Bu. Sen ona göre cebinde gezdirirdin onu. Teşekkür eləyirlər sana. Abisi, iş harçlıklarını abisinden aldı. O bunu hep bunlara verir. Şey alır. Ne olur? İş harçlıkların abisinden aldı. Teşekkürler. şeyler. Bana bir Öpüm. şiryat alasın. Arzu. Ha, Arzu. Orada şiryat.
2025 ili mənim üçün çox gözəl başladı. Bu il hamilə olduğumu öyrəndim. Sevinç və həyəcan bir arada oldu. Ardınca erkən doğum yaşadım və 42 gün boyunca uşaqlarıma qovuşmağı gözlədim. Bu yol asan olmadı, amma mənə səbrin, gücün və şükr etməyin nə olduğunu öyrətdi. Bu yeni ildən istəyim çox sadədir. Sağlamlıq, huzur və bərəkət həm ailəm üçün, həm övladlarım üçün, həm də məni izləyən hər kəs üçün. 2026 ilinin hamımıza xeyir gətirməsini arzulayıram. Yeni iliniz mübarək. Alo. Alo. Gelin bura. Bura gelin. Bu ne? Alo. Melisam. Alasın. Melisa sola tərəf tut, tamam mı aşkım? Hə. Azra'nın üstüne de ya. Mesut'lara kenara geçiyor. Kacıyım sen üstüne Allah geçiyor. tut. Gel. Hə, qorxma Melisa. Üzü o tərəfə tut. Aferin sizə. Yanma. Böyle dur. Ayrı şap. Cərəm o tərəfə tut. Ayrı tut orada. Hə, ayrı tutun, ayrı. Ay sağ ol. Şimdi patladanımız yoktu. Ha, Roman'dan geçti değil mi? Anan yandı. Ha, bak sana dedi. Ağzına kuskası yandı. Sana dedi de. Abi 2026 yadımızdan çıktı ya. 2026 yaddan çıxdı. Azra'nın kurtkası rəhmətli oldu. 2026 Azra'nın rəhmətli Başım kurtkası. yandı, başımı diblerine. Acun'un başı yandı. Sana bak. Ağrısı. Ramin ammını yandırdı.